Peki, başdan başlayıram. Aşağı riskli HPV 6 və 11 növləri isə əsasən dəridə çəhrayı qəhvəyi rənglərlə. Okay. Aşağı riskli növlər olan HPV 6-11 isə dəridə çəhrayı qəhvəyi, anogenital zil qəhvəyi, bir dəqiqə, axırıncı cümləmi yeni deyirəm. Yox, davamı da var. Davamı da var, ancaq siz narahat olmayın. İndi davamını mən gətirəcəm cümlə ilə. Cümləm də belə idi ki, okey. Cümləni unuttum. HPV qızarmışam, hə? İstidə yanıram, hə? Bir mənə HPV başlayayım. Hə? Tamam. Tamam, okey. Yoluxmuş dəri və genital yoluxmuş dəri və HPV virusu həmçinin 3 dənə cümlə deyəcəyim, sərdən burada hamını bezdirdim. HPV çəkirsiniz? Gedir. Bayaqdan gedir elə? Tamam. HPV İmmunitet sisteminin zəifləməsi hamiləlik müddətində bu müddətdə HPV virusu asanlıqla böyüyür və çoxala bilir. 大家说东北话，东北话被大家会认为有一些。 Əslində bu cümləni mən tamamilə axırda deməliydim. Böyüyər və çoxala bilən zeyillər. Virusun anadan köpəyə keçmə ehtimalı vardır. Hamiləlik müddətində Peki, başdan başlayıram. HPV virusu immunitet sisteminin zəifləməsi ilə əlaqədar. Hamiləlik müddətində immunitet sisteminin zəifləməsi. Okay. Bədəndə pozitiv və yoxsa negativ nəticələr olduğunu, amma bu cümlənin düzgün deyil.